Çalışma var və orta əmək haqqı da neçə faiz artım var. Bax, müqayisə edək orta əmək haqqımızla ətin qiymətini, artımını. Mən gəlin belə eləyək, biz heç bunun müqayisəsini aparmayaq. Niyə? Aparmayaq da. Nə baş verib ki orada? Deyim də, çünki ət, burada gizli bir şey yoxdur. Bunda aparaq. Mən bunu rahatlıqla deyə bilərəm. Birincisi, bizim gəlir nöqteyi nəzərdən biz hesablasaq, əlbəttə ki, istehlak etdiyimiz məhsullarımız onu 2 dəfə, 3 dəfə ötür. Bu bir mənalı. 10 il ərzində bizim orta əmək haqqında artım nə qədərdir? Neçə faizdir? 10 il ərzində biz 270-dən minimum əmək haqqımızı getirmişik 400-ə. Yəni nə qədərdir artım? 50%-dən biraz. Bəs ətin qiyməti nə qədər qalxıb? Ətin qiyməti 2% qədər qalxıb da. Nə qədər? Misal üçün 20 ildə götürsək 5 manatdan gəlib çıxartmışıq 20 manatı. Biz Elçin müəllim son 10 ildə deyil. Biraz bunu dala 2005-ci illə biz 2005 ilə 25-i müqayisə eləməyək də. 10 manat. 10 manat da qalxmır. 5-6 manat qalxıb belə nisbət. Neçə faiz deməkdir? 12 O da manat elə idi. Mürvət müəllimin 2015-ci kalkülatoruna ildə 12 manat idi. İndi 16 manat, 15 manat, 17 manat. Əsasən. Hə? Demək təhlükəli deyildi o qədər. Yoxsa təhlükəlidir rəqəm? Hər bir halda Yox, ümumiyyətlə gəlirimiz bu təzdə Müqayisə doğru deyil. Niyə? Mənim gəlirim nə qədər artıb, ətin qiyməti. Burada müqayisənin nə var ki? Aydın müəllim, niyə düz deyil Mən sizə üzr istəyirəm. müqayisə? Başqa faktor deyəcəm. Fuad müəllim minimum əmək haqqını götürdü, müqayisələndirdi. Biz quşçuluqda orta əmək haqqını qaldıranda 2015-ci ildə biz 500 manat alan əmək haqqısı olan bugün 1340 manat alır. Rəqəmlər hər şey deyir. Son 10 ildə orta əmək haqqı təxminən 2,3 dəfə artıb. Mal ətinin qiyməti isə 2,7 dəfə artıb. Hə, aydın mən. 2,3 7 dəfə artıb, əmək haqqı isə 2,3 dəfə artıb. orta əmək haqqından gedir. Bəli, Hə, bəli. siz orta əmək haqqı. məlumdur. Deməli, İndi dediniz ki, düz deyil o müqayisə. yəni bir ətlə götürüb, yəni nə mənada? Bizim Yəni ətimiz əmək haqqı və əmək haqqı. Biz bütün həyat amalımız ətə bağlı deyil, yəni nə mənada? Ət məhsullarına bağlı. İstehlakımız Amma dedi də bir insan 3 kilo ay ərzində. Aydındır. Söhbət burada ümumən istehlak səbətindən söhbət gedir. Aha. İstehlak səbətinin tərkibində, bütövlükdə istehlak səbətinin tərkibində indi ətin özünün xüsusi çəkisi nə qədərdir? Dedi 3 kilo. İstehlak səbətində bir adam başına düşən aylıq göstərici 3 kilodur. Yox, ümumi istehlak səbətindən, çünki məndə o məlumat yoxdur. Yəni biz nə deyərik? Məsələyə biz həmişə İstehlak səbəbi biz bir kişinin də tutaq. Yəni minimumu demirik. Biz orta yox, aydındır. istehlak səviyyəsi. Yəni əmək haqqının artımını ət və ət məhsullarının, quş məhsullarının artımı ilə müqayisə etmək heç bir belə analogiya yoxdur və belə metodologiya yoxdur. Yox, mən elə söz verdim, Fatmanım elə deyəcək. Yox, mən sözün açığı Mənə o metodologiya maraqlı deyil. Mən bilmək istəyirəm ki, mən neçə kilo ət ala biləcəm. Bax, mənə o maraqlıdır. Mən istehlakçıyam. Mən gedirəm marketə. şərti sual idi. Şərti sualdır, əlbəttə. Biz Bu metodolojiya bir araşdırma aparmırıq ki. Yox, əgər o təkcə sizi ilə bağlı bir sual olacaqsa, bu artıq fərdi xarakter daşıyır. Fərdi xarakter daşıyır. Ona görə indi Fuad müəllim də iqtisadiyyatı çox deyər ki, peşəkarcasına bilir. Fuad müəllim belə analogiya yox. Yoxdur, yox. Yəni hər biri bir müqayisə metodologiyası olmalıdır. Yaxşında necə müqayisə edək? Ətin qiymətinin bahalaşmasının bizim büdcəmizə təsirini bilmək üçün. Necə Minimum müqayisə? istehlak Metodologiya var. səbəbimiz var da. Minimum istehlak səbəbimiz tutaq ki 500 manatsa onun 3 kilosu nə tutur? Amma bu 3 kilonun kilo yarımı. Bir adamınki 500 manatdır minimum. Yox, bilmirəm, ümumi istehlak səbətimiz nə qədər? Nə qədərdir? Aydın müəllim. Minimum istehlak səbətimiz. Fuad müəllim. Bizcə də biz bütün aləmi qarışdırdıq. Mürvət müəllim dedi. Bax, bizim minimum əmək haqqımızdan danışaq da. Yox, 400 minimum manatdan. haqqını demirəm. Minimum istehlak səbətimiz neçə manatdır? Minimum istehlak səbətimiz yaşayan minimumun üzərində olmalıdır. Bu ən Yəni nə azından qədər? belə götürək də bu günlə bizim istehlak səbətimiz ərzaq məhsullarında təxminən 280-290 bu normadan belə deyək də
kifayət qədər aşağıdır. 290 manat. Bu bir nəfərin, düzdürmü? Yoxsa bir ailənin? Bir ailənin. Bir ailənin. Bir ailədə 4 nəfər varsa, adam başına düşən əti də hesablasa 12 kilo ət. Nətər gəldi gördü bu 200 manatı? Vurdu keçdi axı o 200 manatı. Gəlin belə eləyək. Necə eləyək? Bu kimi Yox, müzakirə, siz üzr istəyirəm. televiziyanın özündə bu kimi müzakirəmiz qeyri-professional. Yaxşı, gəlin professional eləyək. Yəni biz önətərik. Biz bilmək istəyirik ki, bizim bax orta səbətimizdə, istehlak səbətimizdə ət nə qədər yer tutur. Bax bunu bilmək O istəyirik. fərdi yanaşmadır da. yox. Sizlə bizdə fərq var. O standartda Əmək haqqında da fərq var da. Bəli. İndi tutaq ki, İndi siz siz alırsınızsa onda toyuq ətini 500 manat. mübahisələndirin. Əgər Aydın müəllim alırsa 5000 manat, onda çıxır ki, orta əmək haqqında Orada biz siz toyuq ətini mübahisələndirin. İstehlak səbəbi. 15% qalxsın. İstehlak səbəbində konkret olaraq quş ətinə qədərdir, balıq ətinə qədərdir, qırmızı ətinə O qədərdir. göstərilir. Onların hamısı var. Bəli. Onların hamısı var. İndi biz belə deyək ki, indi biz əmək haqqımızın artımını quş ətinlə müqayisə edək, balıq ətinlə müqayisə edək, qırmızı ətlə müqayisə edək. varsa rəqəmlərimiz eləyək, bilək mənzərəni. Bəlkə elə də bahalaşmayıb, bizi ilə gəlir. Və yaxud da biz un məmulatlarıyla müqayisə edək. Ona görə də konkret olaraq deməli istehlak səbəti var və minimum yaşayış həddi var, minimum əmək haqqı həddi var. Bunların belə deyək ki, bütövlükdə götürüb bu ayrı-ayrı iqtisadi kateqoriyaları, sosial deyək ki, bu ölçüləri ümumi əmək haqqı artımından və yaxud da bugünkü ət istehsalından müqayisə etmək bir nəticəyə gələ bilməyəcək. Mən hansı nəticəni istəyirəm? Baxın, Mürvət mənim bayaq dedi ki, bu illər ərzində toyuğun qiymətində cəmsi 15% artım olub. Doğrudurmu? Bəli. Amma elə məsələlər var ki, elə yanacağından tutmuş və s. inflyasiyanın da gəlsə üstünə gör nə qədər dəyişiklik var. Bəlkə o axarda, inflyasiyada, yanacaqda və s.'nin qalxmasında ətin bahalaşması elə də böyük rəqəm deyil. Biz bunu böyük görürük. Mən o gerçəyi bilmək istəyirəm. Bax, buradan söhbət nədən gedir? Söhbət onunla gedir ki, əgər bu ətin bahalaşması hər hansı bir subyekt nəticəsindədirsə, biz onu belə deyək ki, bir dilə gətirə bilərik. Bu, hər hansı subyektin günahı səbəbindən və yaxud da onun düşüncəsinin və fəaliyyətinin səbəbindən ətin qiyməti bahalaşmıyor. Bu, dünyanın hər bir yerində elədir. Və onun qlobal təsirlər var, iqlim təsiri var, urbanizasiya